Bax, mən həmişə şəkər xəstələrinə deyirəm ki, siz mütləq hər gün 1 saat yarım yeyin gəzməlisiniz. Bu qarışımları mütləq eləməlisiniz. Alırsınız deməli 500 qram ot hindi, 500 qram sarı kök bir-birinə qarışdırırsınız. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 çay qaşığı atıb ağza, üstdən 1 stəkan su içirsiniz. Bu bir. İkincisi, dəfnə yarpağı alırsınız 500 qram, bağa yarpağı alırsınız 500 qram, qaragilə yarpağı alırsınız 500 qram. 3 stəkan suya hərəsindən bir dolu xörək qaşığı qarışdırırsınız, 5 dəqiqə qaynadandan sonra süzüb, gündə 3 dəfə yeməkdən əvvəl bundan 1 stəkan içirsiniz. Bu 2. Sonra mütləqdir ki, alma sirkəsi, 3 xörək qaşığı alma sirkəsi 4 stəkan suya qarışdırılır və gün ərzində içilir. Bunu da edirsiniz. Ayaqlarınızda diabetik angiopatiya başlayıbsa, buna deyirik biz diabetik ayaq sindromu. Mütləq deməli, hər bud nahiyəsindən 3 dənə, baldır nahiyəsindən 3 dənə, ümumən 6 bir tərəfdən 12 ədəd ayaqlardan hizam elətdirirsiniz və ayaqlarınıza yenə də 6 ədəd bu tərəfə, 6 ədəd bu tərəfə olmağından həftədə 12 ədəd zəli qoydurursunuz. Ümumən 84 ədəd ayaqlarınıza gəzmək də öz qaydasında olmalıdır. Bundan sonra sizdə o problemlər yavaş-yavaş aradan qalxacaq, amma bitkini də içməyə davam edirsiniz. Zəli qurtardısa fasilə verirsiniz, hizama qurtardı fasilə verirsiniz və dərman bitkilərini və alma sirkəsini isə içməyə davam etməlisiniz mütləq. Gəzmək də öz yerində.